Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün biz Gürcü dilində bir neçə feilin hallanmasını öyrənəcəyik. Üç zamanda, hər zaman olduğu kimi, indiki zamanda, gələcək zamanda və keçmiş zamanda öyrənəcəyik. Və bugünkü bizim feillərimiz hansılardır? Bunlar birinci adqoma, yəni ayağa qalxmaq feilidir. İkincisi qağviceba, yəni oyanmaq. Üçüncü isə momzadeba, yəni hazırlamaq feilidir. Gəlin ilk olaraq adqoma, ayağa qalxmaq feilinin hallanması ilə başlayaq. İndiki zamanda, yəni axlandeli dro ya da acmqo, indiki zamanda bu feil belə hallanır. Me vdgebi, me vdgebi, şen dgebi, şen dgebi, is dgeba, is dgeba, çven vdgebit, çven vdgebit, tkven dgebit, tkven dgebit, isini dgebiyan, isini dgebiyan olur. Bu indiki zaman idi. İndi keçirik gələcək zamana. Yəni momavalidir o. Gələcək zaman da yenə çox asandır dostlar. İndi məsələn düşünün ki, indiki zamandakı hallanmanın qarşısına sadəcə a feilini əlavə edəcəyik və bu olacaq gələcək zaman. İndiki zamanda mən ayağa qalxıram, mən dururam, necə olur? Me vdgebi olur, yoxmu? Gələcək zamanda sadəcə qarşısına a feilini qoyacaq və bu olacaq me avdgebi, me avdgebi, şen adgebi. Yenə eynidir. İndiki zamanda şen dgebi dedik. Sadəcə qarşısına a feilini gəldi və oldu şen adgebi. İs adgeba, is adgeba, çven avdgebit, çven avdgebit, tkven adgebit, tkven adgebit, isini adgebiyan, isini adgebiyan. Bütün formasına fikir versəniz, hamısının qarşısından a feilini götürdüyümüz zaman orada indiki zaman forması qalır feilin. Yəni gələcək zamanı düzəltmək üçün indiki zamanda hallanmış feilə sadəcə qarşısına a feilini əlavə etdik və bu oldu gələcək zaman. İndi gəlin keçək keçmiş zamana. Keçmiş bitmişdə. Mən qalxdım, necə olacaqdı? Bu belə hallanır. Me avdeki, me avdeki, şen adeki, şen adeki, is adga, is adga, çven avdekit, çven avdekit, tkven adekit, tkven adekit, isini adgnen, isini adgnen olur. Bu da bunun keçmiş, bitmiş zaman formasıydı. Keçək ikinci feilimizə və bu qağviceba, oyanmaq feilidir. İndiki zamanda bu feil belə hallanır. Me virviceb, me virviceb, şen irviceb, şen irviceb, is irviceps, is irviceps, çven virvicept, çven virvicept, tkven irvicept, tkven irvicept, isini irviceben, isini irviceben. Yəni onlar oyanırlar. Keçək bunun gələcək zamanına. Bunun da gələcək zamanı yenə çox asandır. Sadəcə indiki zamanda hallanmış formanın önünə qa feilini qoyuruq. İndiki zamanda mən oyanıram, me virviceb. Gələcək zamanda olacaq me qavirviceb. Gördünüz mü? Sadəcə qa önə əlavə etdik. Şen qairviceb, şen qairviceb, is qairviceps, is qairviceps, çven qavirvicept, çven qavirvicept, tkven qairvicept,
Tkven qayğıvidzebt. İsini qayğıvidzeben. İsini qayğıvidzeben. Yəni onlar oyanacaqlar. Keçmiş zaman, keçmiş bitmiş. Mən oyandım. Meqavıvidze. Meqavıvidze. Şen qayğıvidze. Şen qayğıvidze. Man qayğıvidza. Fikir verin, üçüncü şəxsindəkində şəxs əvəzliyimiz oldu. Man qayğıvidza. Çven qayğıvidzet. Çven qayğıvidzet. Tkven qayğıvidzet. Tkven qayğıvidzet. Mat qayğıvidzes. Mat qayğıvidzes. Onlar oyandılar. Üçüncü feilimiz. Anu çveni mesame zımna. Bu momza deba hazırlamak feilidir. İndiki zamanda gəlin hallanmasını öyrənək. Bu olacaq. Me vamzadeb. Me vamzadeb. Şen amzadeb. Şen amzadeb. İs amzadebs. İs amzadebs. Çven vamzadebt. Çven vamzadebt. Tkven amzadebt. Tkven amzadebt. İsini amzadeben. İsini amzadeben. Onlar hazırlayırlar. Gələcək zamanına keçək. Bunun da gələcək zamanı yenə eyni cürdür. Sadəcə indiki zamanda hallanmış feilin qarşısına mo feilini qoyacaq və bu olacaq gələcək zaman. Deməli, gələcək zamanda bu olacaq. Me movamzadeb. Gördünüz mü? Movamzadeb. Mən hazırlayacağım. Şen muamzadeb. Şen muamzadeb. İs muamzadebs. İs muamzadebs. Çven movamzadebt. Çven movamzadebt. Tkven muamzadebt. Tkven muamzadebt. İsini muamzadeben olacaq. İsini muamzadeben. Onlar hazırlayacaqlar. Və son olaraq keçmiş bitmişdir. Mən hazırladım. Me movamzade. Me movamzade. Şen muamzade. Şen muamzade. Man muamzada. Burada da fikir verin. Şəxs əvəzliyi oldu man. Man muamzada. Çven movamzadet. Çven movamzadet. Tkven muamzadet. Tkven muamzadet. Mat muamzades. Mat muamzades. Yəni onlar hazırladılar. Deməli, adqoma, qağvidzeba, momzadeba bu üç feilin hallanmasını 3 zamanda öyrəndik biz. İndiki, gələcək və keçmiş, bitmiş zamanda.